Qiyamət gününün əzəməti haqqında çox eşitmisiniz. Qiyamət əzəmətli bir gündür. Allah Quranda buyurur ki, "Amma yetesaalun anin neba'il azim." Nədən soruşurlar? Əzəmətli böyük bir xəbər haqqında soruşurlar. Böyük bir xəbər haqqında. Qiyamət nəbəul azimdir. Böyük, əzəmətli bir xəbərdir. İnsanlar qəbirlərindən qalxır və gördükləri mənzərə çaşqınlığa salır. Qiyamət ayələrini oxuyun. Qalu ya veylena men ba'asana min merqedina. Haza ma va'adar-rahman və sadaqal mursalun. Bir qəbirdən qalxırlar, deyirlər, vay olsun bizə. Kim idi bizi yatdığımız yerdə yuxudan oyadan? Kim idi bizi qəbirlərimizdən qaldıran? Sonra cavab verərlər, Haza ma va'adar-rahman. Bu Rəhmanın vədəsidir. Və sadaqal mursalun. Peyğəmbərlər düz xəbər veribmiş. Buna inanmamışdıq. Yəni qiyamət o qədər qorxuludur ki, qalu ya veylana. Qalxan kimi birinci sözü bəzi adamların budur ki, vay olsun bizə, vay olsun bizə. Günahkarların sözüdür. Yevme yekunun nas kal farashil mabsus. İnsanları dağınıq pərvanələr kimi görərsən. Hərəsi bir tərəfə qaçır. Yevme yefirrul mer'u min ahi və sahibatihi və bani və ummihi və əbih. Hamıdan qaçır. Ana baladan, ata oğuldan, hamı bir-birindən qaçdığı bir gün. Qardaş qardaşdan qaçdığı bir gün. Qorxulu bir gün. Deyir ki, uğultu səsi eşidilir, nalə səsi. Vay fəryadı, vay mənə. Uğultu səsinin içində insan yol gedir. Və buyurur ki, yəqulul insan yevmə izin eynəl məfər. İnsan soruşur ki, qaçış yeri haradır, qaçım çıxım can muhtarım. Qaçmağa yer axtarır. Özünü ora-bura vurur. Təsəvvür eləyim mən danışdıqca ki, təsəvvür ediləsi bir şey deyil. Dəstə-dəstə qəbirlərdən qalxırlar. İmam Səccad əleyhissalam bir yanımdakına baxacam, görəcəm, hamı öz hayındadır. Dünyada ki, bir-biri ilə belə ana, bala baxırsan, görürsən, saymır bir-birini. Fikri özündədir. Yəqulul insan, yevmə izin eynəl məfər. Qaçış yeri hardadır insan deyəcək. Kəllə, la vəzər. Xeyr, heç yerə qaça bilməz. İlə Rabbikə yevmə izinil müstəqər. Bugün Allah'tan savayı heç nəyə tərəf gedə bilməzsən. Hara getsən Allah'ındır. La yumkinul firar min hukumətik. Əleyhissalam deyir. Heç cür sənin hökumətindən qaçmaq olmaz. Elə bir qorxulu gündə hədislərdə var, bəzi insanlar əmin-amanlıqda olacaq. Ürəkləri buz kimi olacaq. Rahat, xoş halda gəlib keçəcəklər cəmaatın içindən. Heç elə bil bu narahatçılıqları görmürlər. Bəziləri gözünü açıb görəcək cənnətdədir, cənnətin qapısındadır. Sirat hardaydı, sorğu sual hardaydı, keçdi. Hərə bir cür. Neçə xüsusiyyət var ki, səbəb olur qiyamətdə insan əmin-amanlıqda olsun. Onların çoxdur hədislərdə. Bir neçəsini deyirəm, qısa, 5-7 dəqiqədə. İmam Kazım əleyhissalam buyurur, İnnə lillah ibadən fil ərz yəsavnə fi həvaicin nas. Deyir, Allahın yeryüzündə bəzi bəndələri var. Onlar cəmaatın çətinliklərini həll eləmək, istəklərini yerinə yetirmək üçün çalışırlar. Rəhmətdirlər cəmaat üçün. Başqalarına xidmət edirlər. İşi gücü cəmaatın hacətini yerinə yetirməkdir. Çox gözəl insanlardırlar. Çox gözəl, cəmaata xidmət edir, düyünləri açmaqla məşğuldurlar. Maddi düyün, mənəvi düyün, başını aşağı salıb öz qarnının, öz ailəsinin, öz balasının dərdi ilə yaşamır ancaq. İnsanlara xeyir vermək istəyir, zövq alır belə həyatdan. Başqalarının düyününü açmaqdan zövq alır. Buyurur ki, belə adamlar var.
Ondan sonra buyurur ki, humul aminun yevmel qiyamə. Onlar qiyamət gününün əmin-amanlığında olanlardır. O adamlar ki, cəmaatın müşküllərinin həlli üçün çalışır, pulu ilə, malı ilə, elmi ilə nəyə güc çatır? Ən azı bir təbəssümlə, ürəyinə təskinlik verməklə, dərdləşməklə, dua ilə cəmaat üçün çalışır. Egoist adam deyil, cəmaat üçün çalışır. Onlar qiyamət gününün əmin-amanlığında olanlardır. Ondan sonra buyurdu, وَمَنْ أَدْخَلَ عَلَى الْمُؤْمِنِ سُرُورًا فَرَحَ اللّٰهُ قَلْبَهُ يَوْمَ الْقِيَامَةِ. Buyurur, kim bir möminin ürəyinə sevinç daxil eləsə, qiyamət günü Allah onu sevindirər, üzü gülər olar. Çalışın, bacardığınız qədər adam sevindirin, insanların qəlbini sevindirin. Bu qəlbi sındırmaq böyük günahdır. Acı sözlə, iynəli tikanlı sözlərlə, təhqirlə, kobudluqla amandır qəlb sındırmayın, çünki qəlbin ahı ağırdır. Tövbə də eləsən bir zərbəsi dəyəcək. Bağışlasa da hardasa zərbəsi dəyəcək. Dünyanı da ödəsən xeyri yoxdur. Qəlbə toxunmayın, insan qəlbi müqəddəsdir. Allah çox istəyir. İmkan vermir qəlb sındırmağa. Yaxşılıq eləyin, əlinizdən gəlirsə yaxşılıq eləyin. Gəlmirsə heç olmasa pislik eləməyin. İnsanları sevindirin, şad eləyin. Buyurur ki, Allah da sizi sevindirər qiyamət günündə. Xoş o adamın halına ki, cəmaat onu görəndə sevinir. Cəmaatın ümid yeridir, pənah yeridir. Dərdi olan onun qapısına qaçır. Cəmaat sizin qapınıza gələndə hacət üçün bezməyin, usanmayın. Gücünüz çatmasa da dua eləyin. Narahat olmayın ki, nə oldu elə hamı mənim üstümə qaçır. Allah səni seçib, nəsə səndə var. Allah lütf eləyib ki, cəmaatın hacəti sənin əlindən həll olunsun. Çalışaq fayda verək. Bir hədis də Biharul Ənvardan oxuyum sizin üçün. Hənnan deyir, İmam Sadiqin yanına gəldim. Dedim, möminin boynunda haqqı nədir? İmam Sadiq belə cavab verdi. Buyurdu ki, heç bilirsən ki, mömini Allah nə qədər sevir? Deyir, elə ki, möminin canını aldılar, 2 mələk gedər Allahın huzuruna, deyər, bu yaxşı adam idi. İtaətə şövqünə gedirdi, günaha qaça-qaça getməzdi, həvəslə getməzdi, demirə günah eləməzdi. Mömin də insandır, günah da eləyə bilər, amma həvəslə qaçmazdı günaha. İtaətə həvəslə gedərdi. Allah deyər ki, gedin onun qəbrinin kənarında diyanın qiyamətə qədər zikr deyin və onun zikrinizin savabı ona yazılsın. Qiyamətə qədər. Ondan sonra İmam Sadiq dedi ki, daha artığın deyimmi sənə mömin barədə? Dedi, buyurun. Buyurdu ki, qiyamətdə qəbirdən mömin qalxanda, qalxan kimi görər bir gözəl surət var yanında. Onun üzünə gülə-gülə onu müşahidə edir. Harada qorxulu bir yer olanda deyər, darıxma, narahat olma, hər şey yaxşı olacaq. Allah səndən. Hey, buna ürək dirək verər. Bu qorxan məqamda onu elə təskin, ürəyinə sığal çəkər, təskinlik verər. Lə təczə və lə təhzən. Qorxma, narahat olma. Allah səndəndir, Allahın lütfu gələr. Hey, ürək dirək verər, bu asan keçər. Sorğu-sual da asan olar. Yuhasibuhu hisaben yasira. Onu rahat sorğu-sual eləyərlər. Birdən gələr görər cənnətin qapısında da bu da bunu yola salır. Cənnətə zən gətirdi, çatdırdı. Cənnətə zən gətirdi, çatdırdı. Deyər, Allah səndən razı olsun. Allah sənə xeyir versin. Sən kimsən məni bu qədər sevindirdin? Qoymadın heç qiyamətin qorxulu səhnələri məni narahat eləsin. Sən kimsən? O surət canlı bir surətdir. Ondan cavab gələr ki, Ənəs sururul-ləzi ədxəltəhu alə əxikəl mu'min fid-dunya. Mən həmin sevincəm ki, möminin qəlbinə dünyada daxil eləmişdir. O sevinç bir canlı varlıq olar. O sevinç bir timsal olar, bir misali bir varlıq olar. Gələr onun yanında deyər, bax, o sevincin timsalıyam mən. Mömini sevindirdiyin o xislətəm mən, o halam. Allah məni yaradıb ki, səni şad edeyim. Ariflərin çoxundan eşitmişəm, oxumuşam, görmüşəm, başa düşdüyüm budur. Mühəddis Nuri deyir ki, ziyarət-i Aşuradan sonra müstəhəblər içində insanlara xidmətdən üstün bir şey görmədim. Bir arifdən soruşdular ki, 1 saat ömründən qalsa neyniyərsən? Desələr ki, 1 saat sonra ölürsən, neyniyərsən?
Quran oxuyarsan, namaz qılarsan, istiğfar. Deyirsə gedib küçədə oturaram, görüm kimin dərdinə dərman eləyə bilərəm. Əleyhissalam xəlifə idi, Darul İmarədən düşürdü, gəlirdi günün qabağında, aşağıda otururdu. Qapının ağzında küçədə. Dedilər, xidmətçi deyirdi ki, xəlifət də, deyirdi, ağa siz bura niyə gəlmişsiniz? Deyirdi, olsa yuxarıda işim yoxdur. Gəldim ki, birdən bir adamın mənlə işi olar, tez qəbul edeyim. Deyir, ağa onsuz da gələnləri biz göndərir. Deyir, istəmirəm, buradan mənim otağıma yol gedəcək qədər narahat olsun. Elə tez ayaqüstü həll edeyim ki, narahatçılığına imkan olmasın, narahatçılığa yer olmasın. Bir də kim əmin-amanlıqda olar, təkcə dirilərə yaxşılıq eləmir, yaxı, ölülərə də yaxşılıq eləmir. Buyurur, kim getsə bir möminin, müsəlmanın qəbrinin üstünə, 50 qəbrə qoysa, 7 dəfə Qədr surəsini oxusa, qiyamət gününün əzabından amandadır. Və axırıncı xüsusiyyət deyib, üçün dedi də, üç deyəndə ki, ikisi bir qəbildən olan xüsusiyyətdir. Ölülərə və dirilərə yaxşılıq etmək, biri də budur ki, mən məğətə nəfsəhu dunə məğtin nas, aminəhullah min fəzə'i yevmil qiyamə. Buyurur ki, kim cəmaatı qınamaq əvəzinə özü ilə məşğul olsa, kim cəmaata irad tutmaqdan, irad tutmaq əvəzinə özünə irad tutsa, kim cəmaatın eybini axtarmaqdansa öz eyblərini axtararsa, qiyamət günü amandadır. Çünki dünyada hamı onun əlindən amandadır. O adam ki, özü ilə məşğuldur, ondan heç kəsə ziyan dəyməz. O adam ki, hamının eybini axtarır, o cəmaata çox zərbə vurur. Kim ki, dünyada cəmaata əmin-amanlıq verir, sevinç bəxş edir, qiyamət günündə sevinç içində olur, şadlıq içində olur. Allah bizi həm dünyada, həm axirətdə sevinənlərdən qərar versin inşallah. Allah